Salam, akşamınız xeyir olsun əziz dinləyicilər. Afd FM-də axşam saat 5 radələridir. Deməli, Yoldasan verilişi öz işinə başlayır. 1 saat boyunca yollarda olan ən son xəbərləri, ən son məlumatları məhz biz çatdıracağıq və təbii ki, müzakirə olunması və müzakirəyə qoşulması mövzumuz var. Mövzumuz da nədən ibarətdir? Biz bugün motoskuterlərdən danışacağıq. Motoskuterlər və onlarda yaranan problemlər. Şəhərimizdə yaranan problemlər, onların yaratdıqları problemlər. Niyə görə bu qərara gəldim, bu mövzunu qoydum? Onun bir qədər açıqlamasını vermək istəyirəm sizə. Deməli, son dönəmlər nədənsə biraz bu motoskuterlərə və eyni zamanda kuryerlik edən, motolarla kuryerlik edən şəxslərə bir qədər diqqətçi olmuşam. Düzdür, onların da haqlı olduğu məqamlar var, amma haqsız olduğu məqamlar daha çoxdur. Daha çox üstəliyir və şəhərdə bir sıra yollarda necə gəldi, avtomobilini idarə edirlər. Demək olar ki, dönmə işıqları quraşdırılmayıb, heç birində dönmə və manevr etmə qaydalarına əməl etmə söhbəti yoxdur. Dairələrə belə qanunsuz şəkildə, yəni yol hərəkəti qanunun tələb etdiyi şəkildə girmirlər. Keçən səfər hətta biri gözümün qarşısında bir qəza baş verdi. Deməli, dairə şəklində keçmək əvəzinə dairəni birbaşa keçdi. Birbaşa keçdi və dairədən dönən avtomobilə birbaşa sözün əsl mənasında girdi. Bu da baş verdi qəza. Deməli, burada istənilən halda sabahları həmən kuryerə nəsə olsaydı, bir mənalı olaraq sürücünü günahlandıracaqdılar. Amma sürücü dairəsindədir. Sürücü, yəni sən dairənin əksinə olan istiqamətdən gələn avtomobil nəqliyyatı görmürsən axı. Söhbət ondan gedir. Məhz bu səbəbdən mövzumuzu bugün belə qoymuşam ki, siz şəhərdə hərəkət edən motokuryerlər, motosürücülərinə bağlı nə fikirləşirsiniz? Onlar düzgünmü hərəkət edirlər və yaxud hansı hərəkətlərindən narazısınız? Gəlin bu barədə danışaq bu günləri. 055 455 1077 WhatsApp nömrəmiz aktivdir. Səs göndərə bilərsiniz, fikir yaza bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz və mən də təbii ki, onları həm səsləndirəcəm, həm də ona fikirlərimizi bildirəcəyik. Kimdən? Bugün 3-cü gündə, öz günündə, öz saatında bizim yol hərəkəti təhlükəsizliyi üzrə ekspertimiz Səid Əlizadə studiyadadır. Səid müəllim, axşamınız xeyir. Xoş gəlmisiniz. Xeyir, mən də hər birinizi salamlayıram. Bizi dinləyənləri, bizi izləyənlərin hər birinin axşam xeyir olsun. Axşamınız xeyir bir daha. Səid müəllim, necə gəldiniz? Tıxacla gəlmişiz. Biraz keçən səfər verişi dediniz ki, mən tıxacda az olurum, elə bir gözdəydi. Son dönəmlər bizim gəldiyimiz yolda tıxac az olur. Sadəcə indi bu səfər Əhmədli xalqlar istiqamətindən gəlirdim bura. Ona görə bir qədər tıxac oldu. Bir qədər var idi. Mövzumuzu səbəbsiz yerə motoskuterlər seçməmişəm. Nəyə görə? Burada skuter dedikdə biz mikromobillikdə olan skuter, elektrik nəqliyyat vasitələri onlar da yeri gələndə nəzər almaq olar. Çünki fərq etmir də, nəqliyyat vasitəsidir. Onların da özlərinə məxsus tələbləri, onlara dair tələblər var. Onların vəzifə və hüquqları var. Bəli, bir mənalı olaraq. Yol hərəkəti haqqında qanunda 46-cı maddədə 46.1, yəni bu maddədə artıq özü tənzimləyir ki, onlara dair tələblər nədir, onların vəzifə və hüquqları nədir, necə, harda, nə formada hərəkət etməlidirlər, dayanma, durmaya, parklamaya aid qaydaları var. Eynilə bunlarda da var. Yəni bunlar da yol nəqliyyat yol hərəkət iştirakçısı hesab olunur, yolun daxilində olduqlarına görə. Eynilə onları idarə edən şəxs sürücüdür. Yəni düzdür, sürücü vəsiqəsi tələb olunmur onlardan. Hələ ki tələb olunmur. İnşallah ki, yəni mən belə fikirləşirəm ki, yaxın illər ərzində artıq mopedlər olsun, asman mühərrikli velosipedlər olsun, bir də kiçik elektrikli nəqliyyat vasitələri, skuterlər olsun ki, bunlardan artıq sürücü vəsiqəsi tələb olunacaq. Səid müəllim, ümumiyyətlə Azərbaycanda motosiklet və skuterin hüquqi statusu nədir? Yəni hansı texniki tələblər qoyulur onlar üçün? Ümumiyyətlə biz bilirik ki, yol hərəkət iştirakçıları var. Bu iştirakçılardan zəif yol hərəkət iştirakçıları, bunlar bir piyadalardır. Bir də hansı ki, kiçik elektrikli nəqliyyat vasitələridir, motosikletləri idarə edənlərdir ki, yəni bunlar yol nəqliyyat hadisəsi yarananda ən çox zərər görən, ən çox, yəni bu dəqiqə, yəni onların 80% artıq ölümlə nəticələnir yol nəqliyyat hadisəsində. Yəni 20% artıq ola bilər bədbəxt hadisə ola bilər, yəni hər hansısa bir bədənə xəsarət ola bilər. Amma
belə deyim də, ümumiyyətlə nəinki moto sürücüləri, digər yol hərəkət iştirakçıları da eyni ilə yol hərəkət təhlükəsizliyini təmin etməlidir. Onlar öz vəzifə və hüquqlarından istifadə edərək vəzifə və hüquqlarda yazılan bütün qayda, qanunlara riayət etməlidir. Bu səbəb bunları eləsələr artıq yol nəqliyyat hadisəsindən söhbət gedə bilməz. Yəni müəyyən hissədə qaydalara əməl eləsələr, misal üçün biz bilirik ki, velosipedlər var, hansı ki velosipedi idarə edənlərdir, kiçik elektrikli nəqliyyat vasitələridir, mopedlərdir. Onlar yolun hərəkət hissəsinin sağ kənarında bir-birinin ardınca bir cərgədə getməlidir. Mən burada artıq indi siz də görmüsünüz, hətta keçən səfərdə bir bəli, görüntü videoda, var. Hə, görüntü də var. Yəni orada 3 dənə velosipedçi hərəkət eləyir, bir-birindən danışa-danışa yan-bayan gedirlər, yəni hərəkət zamanı. Artıq bu yəni burada bir qəza baş versə, həmin hissədə Səid müəllim, varmı belə deyim də, avtoban statusu varmı yoxsa? Yox, həmin hissədə yoxdur. O da Zıq şosesidir, hansı ki Naxçıvanski istiqamətində gedəndir. Yəni orada adi yaşayış məntəqəsinin daxilindən keçən yollarda 60 km/saat sürətli yollardır. Aha. Yəni düzdür, avtomagistral olsun, avtomobillər üçün olan yol olsun. Burada velosipeddir, kiçik elektrikli nəqliyyat vasitəsidir, sürəti 50-dən artıq olmayan nəqliyyat vasitələridir, traktorlardır, özgedən maşınlardır. Yəni bunların hərəkəti qadağandır, mopedlər də həmçinin daxil olmaqla. Amma yəni bizim o həmin görüntü olan yol avtoban, yəni avtomagistral yol hesab olunmur. Yəni orada hərəkət edə bilərlər. Sadəcə bir-birinin ardınca bir cərgə ilə, yəni qaydada yazılan kimi hərəkət etməlidir. Bir nüans var ki, onlar elə həmin avtoban hissədən də istifadə edirlər. Hətta bəli var. Elə mopedlər də oradan gedirlər, o da var. O nüans da var, yəni onu da nəzərə almaq lazımdır. Bir neçə veriş bundan qabaq da bildirmişdik ki, əgər ümumiyyətlə bizim avtomagistral yollarda, yəni yol hərəkət iştirakçıları ümumiyyətlə bilmir ki, kim avtomagistral yolda hərəkət edə bilər yoxsa yox. Hətta fikir vermirsən yoxsa yox bilmirəm. 3,5 tondan yuxarı, yəni C və C1 kateqoriyalı sürücü vəsiqəsi ilə idarə olunan nəqliyyat vasitələri var, yük avtomobillərini bəhs edirəm. Onlar avtomagistralda və avtomobillər üçün olan yolda yalnız birinci və ikinci zolaqla gedə bilərlər. Bir və ikinci zolaqdan başqa digər zolaqlara onların çıxmasına icazə verilmir. Hər hansısa bir məqsədlə fərq etmir. Amma bunlar 3-cü zolaqla gedir, 4-cü zolaqla gedir. Hətta yaşayış məntəqədən kənar yollarda, 3 və daha artıq zolaq olan yollarda da eyni qaydada. Yəni onlar ən soldakı zolaqdan yalnız sola geriyə dönmək üçün istifadə edə bilərlər. Aeroport şosesi istiqamətində gedən yolda baxırsan ki, sol zolaqda, yəni o 90 km/saat sürətdə məlum məsələdir orada. Sol zolaqda gedir bir dənə Kamaz olsun və yaxud da ki, hər hansısa bir digər yük avtomobili olsun. İşarə verirsən ki, yəni sənin bu yolda, bu zolaqda hərəkət etməyə icazə verilmir. Nə işin var burada? Hətta burada nə işin var? Çıxmalısan. Həm asta sürətlə gedirsən, digər hərəkət iştirakçılarına, yəni həddindən artıq asta sürətlə getdiyinə görə maneçilik törədəsən. Təbii. Həm də sənin bu zolaqda hərəkətinə icazə verilmir. Yəni kiməsə işarə verəndə ümumiyyətlə yol hərəkəti haqqında qanunda sürücülər, digər yol hərəkət iştirakçısı əgər qayda pozmasını görərsə, onlara müdaxilə edə bilər. Nəinki sürücü olsun, piyadalar olsun və ya digərlər olsun. Yəni onlara müdaxilə edib onların qayda pozmaması üçün hər hansısa bir tədbir görə bilərik. İşarə verirsən ki, keç zolağı dəyiş, burada hərəkət etmə. Baxırsan ki, yəni xətrinə dəyir, elə bilirsən ki, yəni belə də olmalıdır. Təbii, burada mənə Bağdadda çox xərifə, yəni bu təbii. Onlar hətta belə deyim də öz iradını bildirəcək, özünü haqlı sayacaq və haqlı saymaqdan əvvəl hətta belə deyim də məsələ bir qədər uzanıb artıq söhbət əsnasına belə gətirib çıxır ki, sən xeyr ola mənə deyirsən, yol sənin yolun deyil. Belə hallarla çox tez bəli, mənə bu göstərişi verirsən. Biz yalnız və yalnız mən hər dəfəsində nəyə şahid oluram? Qardaş, biz şəhərdə normal şəkildə avtomobil idarə eləməkdən ötürü qanuni şəkildə, əgər istəyirsən ki, qanunverici ilə doğru hamı düzgün şəkildə avtomobil idarə eləsin, mütləq mənə elə gəlir ki, hər kilometrdən bir gərək bir dənə yol patrul əməkdaşı olsun ki, hamı qanuni şəkildə edilsin. Yoxsa, üzr istəyirəm, sözün bildiyim mənada, sözün əsl mənasında yolda bizim əksər sürücülərimiz belə bildiyiniz, ürəyin istədiyin belə dırnaq arası hoqqa verirlər də, yəni ki, yəni ürəyi istədiyi kimi hərəkət edəcək, manevr edəcək və necə gəldi avtomobili idarə edəcək. Hətta bütün yol boyu görəndə bir qərarsız sürücü anlayışı var. Yəni bilmir bu zolaqdan getsin. Çıxır bu birisi zolağa, çıxır o birisi zolağa. Gəlib yanında dayanırsan, deyirsən qardaş nə olub? Qardaş mən tələsirəm. Qardaş tələsirsən, bildiyi də, yəni sən tələssən belə bu yol artıq bu vəziyyətdədir də. Sən nə iş görürsən? Amma bir nüans da var ki, üzr istəyirəm, o elə tez-tez manevr qaydalarını pozmaqla ara işləyən sürücünün özü də belə.
qanun pozuntusu sayılır. Əlbəttə, bəli. Bir mənalı olaraq qanun pozuntusu sayılır. Amma ki, çox təəssüflər olsun ki, bizdə nətərdir vəziyyət? Biz bunu tələskənliklə əlaqələndirib, tələsirəm, gedirəm. Hətta bir-iki dəfə olub ki, qardaş rəhmətə gedən var. Qardaş bu rəhmətə gedəndir də. Yəni ki, bu artıq sən də rəhmətə getmə də. Sən də Yəni rəhmətə ya özün rəhmətə getmə, ya da kimisə rəhmətə göndərmə. Onsuz da rəhmətə gedib də, yəni ha tərəfə vurarsan, geri qaytara bilməzsən ki, heç olmasa digər yol hərəkət iştirakçıları üçün də, yəni bu təhlükə şəraiti yaratmır. Təbii. Ona görə də bu ayrı bir söhbətdir və bizim bugünkü mövzumuz ki, biz bugün motoskuter və moped sürücülərinin uyğun olmayan hərəkətlərindən danışırıq. Bəli, mən hətta keçən həftənin 5-ci günü biz şəhərdə çəkilişdə idik və həmən çəkiliş müddətində ilahi nə qədər motoskuter, moped sürücüləri qayda pozaraq hərəkət edirlər. Necə gəldi, hardan gəldi? Yəni ki, mənim nömrəm yoxdursa, mən kuryerəmsə, mən çatdırmalıyamsa, tələb olunmursa, deməli burada cərimə tətbiq olunacaq, amma şəxsiyyət vəsiqəsinə yazılır. Bəli, şəxsiyyət vəsiqəsinə yazılır cərimə. İkinci nüans nədir? İkinci nüans da odur ki, çoxları da, mən yenə də qayıdıb deyirəm, əzizim, əksər videolarda da baxmışam, görmüşəm, hətta şərh bölümlərində də baxmışam. Mən çörək qazanıram, əzizim. Hamı çörək qazanır, hamı işləyir, amma sənin işləməyin, ona istinad etmir ki, sən kiminsə təhlükəsizliyini pozasan. Çünki inandırım sizi ki, belə bilirsiniz nədir? Maşın gəlir, piyada keçir. İkisinin arasından beləncə şığıdır da sözün əsl mənasında. Ümumiyyətlə bilmirəm, fikir vermirsən ya başına gəlib yoxsa yox. Zolaqda hərəkət edirsən, baxırsan ki, indi tıxacıda dayanmısan. Düzdür, yəni burada artıq insan faktoru var, vicdan olaraq. Yəni biz müəyyən hissədə çalışırıq ki, yəni onlara icazə verək, yol verək, hərəkət eləsinlər, yəni təhlükəsizliyini təmin edir yollarında. Amma eləsi də var ki, gəlir ki, zolağı bir balaca misal üçün dəyiş sağ tərəfə, biraz sıx sağ tərəfə mən keçim gedim. Yəni sağa baxırsan ki, doludur da, yəni nə qədər də eləsəm sıxa bilməyəcəm. Təbii. Eləsi var gəlir güzgüyə vurub gedir. Eləsi var gəlir güzgünü qatdala mən çıxım gedim. Yəni hərəkət elə tıxacdır, məlum məsələdir. Yəni mən də eyni qaydada sürücü kimi sükan arxasındayam. Siz də sürücü kimi sükan arxasındasınız. Sadəcə yəni mən sənə eyni zolaqda yol vermək vəzifə borcum deyil. Eyni zolaqda əgər iki təkərli nəqliyyat vasitəsisənsə, keçirsən mənim arxa tərəfimdə, hərəkət edirsən, tıxac oldu, icazə verilən hissələrdə, yəni şərait yarana biləcək hissələrdə hərəkəti davam etdirib gedirsən. Hərəkət əgər təhlükəsizliyi təmin olunmayacaqsa, həm özünü, həm digər yol hərəkət iştirakçılarını riskə atarsansa, bu zaman dayanırsan, necə biz, eyni qaydada siz. Hərəkət təhlükəsizliyini təmin edirsən, hərəkətə dair olan müəyyən meyyərlər var ki, svetofor olsun və ya digər yol hərəkət iştirakçıları olsun. Bunların vəzifə borclarını icra edirsən, qutarırsan, hərəkəti davam etdirib ondan sonra gedirsən. Seyid müəllim, ümumiyyətlə, mənim özümə də maraqlıdır ki, 50 kubdan aşağı və yuxarı olan motosikletlər üçün fərqli qaydalar varmı? Yox, ümumiyyətlə belə deyək də 50 kub santimetrdən aşağı olan mühərrik həcminə malik olan nəqliyyat vasitələrində onlara sadəcə sürücülük vəsiqəsi tələb olunmur. Yəni onlar sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasitəsini idarə edə bilərlər. Amma digər nəqliyyat vasitələri var ki, onlarda 50 kub santimetrdən artıq olur mühərrikin həcmi. Həmin nəqliyyat vasitələrinin sürücülərinə A və ya A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Yəni ondan idarə edə bilərlər. Eyni qaydada onlara tətbiq olunan qayda, qanunvericilikdə qadağalar nə varsa, bunlara da həmçinin eyni qayda, qanunvericilikdə tətbiq olunur. Misal üçün Elvin yazır ki, mən özüm skuter sürürəm, amma vallah küçədə çox adam var, qaydalardan xəbərsizdirlər, ən çox da piyada keçidində avtomobillər sürəti azaltmırlar. Bəs buna niyə nəzarət edilmir? İndi gəl mən Əlisə bunu nəinki sənə, digər dinləyicilərə bunu bildirim. Çox vaxtı görmüşük ki, velosiped sürücüsü və ya kiçik elektriki nəqliyyat vasitəsinin sürücüsü piyada keçidini keçmə əvəzinə düşüb əlində yanında aparmaq əvəzinə sürə-sürə keçirlər. Bəli. Bu artıq qanunvericilikdə qayda pozuntusudur. Bir mənalı. Biz piyada keçidindən piyada kimi istifadə etməliyik. Ümumiyyətlə piyada kimdir? Piyada yəni velosipedi aparan, mopedi, kiçik elektrikli nəqliyyat vasitələrini aparan şəxsdir. Yəni orada düzdür, piyadanın vəzifələrində müəyyən qaydalar var ki, onlar da eyni qanunvericiliklə tənzimlənir, onlara da cərimə tətbiq oluna bilir. Amma biz kiçik elektrikli nəqliyyat vasitəsini idarə ediriksə, avtomatik olaraq piyada keçidindən keçmə zamanı düşürük, yanımızda keçirdirik. Ondan sonra artıq keçidə daxil olandan sonra, keçidi tam başa vurandan sonra
oturub idarə edib yeni hərəkətimizi davam etdiririk. Hətta bunlarda sürət hədləri də var. Çox kiçik elektrik nəqliyyat vasitələrini sürənlər, yəni skuteri sürənlər, onlar sürət hədlərini bilmir. Əgər velosiped və yaxud da ki, onun yanındakı yol ilə hərəkət edəndə maksimal sürət həddi 20 km/saat sürəti olur. Amma həyət ərazilərində və ya digər yəni yaşayış zonalarında hərəkət edəndə maksimal sürət həddi 10 km/saat sürəti ilə hərəkət etməlidir. Bu sürət hədlərini aşa bilməzlər, yəni icazə verilmir. Ləman xanım yazıb ki, Səid müəllim, mən öz avtomobilimlə hər gün işə gedirəm, motor sürücüləri aralardan keçəndə adam qorxur ki, tormuzu basanda onlara toxunasan. Bəs bu onların qayda pozuntusu sayılmır? Bəx, bildirdim də. Yəni onlar biz necə hərəkət ediriksə, onlar da eyni zolaqda tıxac zamanı olsun və s. hərəkətdə olan zaman olsun. Onlar da bizim ardımızca hərəkət etməlidir. Yəni bir eyni zolaqda eyni yol hərəkəti iştirakçısıyıq. Bəli, əlbəttə ki, yəni biz də sürücüyük, onlar da sürücüdürlər. Yəni eyni zolaqda bir-birinin ardınca hərəkət etməlidirlər. Eyni zolaqda bir avtomobil, bir kiçik elektrikli, bir avtomobil, bir moto buna icazə verilmir. Yəni bu artıq qanunvericilikdə qayda pozuntusu kimi hesab olunur. Yəni yeganə nəqliyyat vasitəsi yan qoşqusuz iki təkərli motosikletlərdir ki, onlar bir-birinin yanında, yəni bir zərgədə eyni zolağın içərisində hərəkət edə bilərlər yan-bayan. Amma moped, kiçik elektrikli nəqliyyat vasitələri, skuterlər, velosipedçilər, asma mərili velosipedlər bir-birinin ardınca bir zərgə ilə getməlidir. Onlara icazə verilmir yan-bayan getməyə. Ramil bəy yazıb ki, salam, xahiş edirəm, Hövsan qəsəbəsində dayan düşür məntəqələrinin, nöqtələrinin təşkil olunması ilə bağlı fikirlərinizi də bildirəsiniz. Baş üstə bildirək. Deməli, nəinki Hövsan qəsəbəsində, digər şəhər içi yollarda, yəni əhalinin sıx məskunlaşdığı yerlərdə biz parklama yerlərini görürük. Hətta deyərdim ki, bu dəqiqə parklama yerlərinin 99%-nin hamısını ödənişli parklama yeri eləyiblər. Bəli. Və bu parklama yerində də ümumiyyətlə nəqliyyat vasitəsinin dayanması qayda pozuntusu deyil. Yəni dayanmasına icazə verilir. Dayanma nədir? Sərnişini mindirib, düşürdüb, yükləyib boşaltmaq üçün zəruri olan vaxt ərzində avtomobilin hərəkətsiz vəziyyətə gətirilməsi. Durma əməliyyatı isə sərnişin mindirib, düşürdüb, yükləyib boşaltmaqdan qırağa başqa bir məqsədlə hərəkətsiz vəziyyətə gətirirsənsə və ya bu vaxt məhdudlaşmırsa, bu artıq durma əməliyyatı hesab olunur. Bəli. Parklama da nəqliyyat vasitəsinin parklama yerlərində durmasıdır. Biz parklama yerlərinə yaxınlaşırıq. Avtomobili əgər misal üçün sərnişin mindirib, düşürdüb, yükləyib boşaltma məqsədi ilə, yəni dayanma məqsədi ilə hərəkətsiz vəziyyətə gətirmək istəyiriksə, biz orada artıq parklamanın müddətini başlatmamalıyıq. İndi bilirik ki, ödənişli parklama yerində biz SMS göndəririk, müddəti başladırıq. Yəni dayanma əməliyyatı eləyirsənsə buna ehtiyac yoxdur. Durma əməliyyatı eləyirsənsə, bəli, buna ehtiyac var. Və qəsəbə daxili yollarda, ümumiyyətlə mümkün olan hissələrdə biz görürük ki, yerdə sarı bütöv xətt çəkilib, hansı ki 1.4 nişanlanma xəttidir və sarı bütöv xəttdə dayanma durmanın qadağan olunduğu yerlərdir. Amma söhbət nədən gedir? Söhbət ondan gedir ki, mən də öz fikrimi bildirmək istəyirəm. Həmən əksər qəsəbələrin sağ və sol, belə deyim də, çiyinləri, yol çiyinləri hər birində avtomobillər saxlayıb. Bütün yol boyu. Ya birinci zolaqda, ya... Bəli. Saxlayıblar. Bu kifayət qədər var. Biz bu haldan rastlaşmışıq. İkinci məsələ də odur ki, sən istənilən halda, misal üçün, saxladın, evdəki də gəlib hər hansı bir şəxsi götürürsən. Deyib ki, sən çıx, mən gedirəm, misal üçün, mağazaya deyim, sən də gəlib götürürəm oradan. Götürəndə həmən şəxsi sən o dəqiqə cərimə yazılır. Nəyə görə? Çünki ikinci zolaqda saxladın və götürdün. Zaten dayan orada bütün sağ və sol zolaqların hər birində, yəni avtomobili saxlayıblar. Soruşsan deyəcək ki, bura qəsəbədə saxlamışam, sənə nə? Necə ki, piyadaları eyni zamanda fikirlərini bildirirlər ki, bura qəsəbədir, sən işıqforda, svetofor yanır, yansın, qırmızı və yaşıl fərqi nədir ki? Mən keçirəmsə, deməli keçirəm. Sən istəyən halda mənə yol verməlisən. Çünki bu ona, belə deyim də, şəcərə şəklində gəlib çatıb onlar. Yəni bunlar həmən o yollar onlara aiddir, ona görə. Bilirsən, Əli, ümumiyyətlə qanunvericilikdə də var, birinci zolaqdan başqa digər zolaqlarda nəqliyyat vasitəsinin dayanma durması qadağandır. İstər bu sərnişin mindirib düşürtmək üçün olsun, istər hər hansısa bir məqsəd üçün olsun. Bir dənə məcburi dayanma halı istisnadır ki, məcburi dayanma artıq yəni texniki nasazlıq olsun, yükün yola dağılması olsun, sərnişin sürücünün səhhəti ilə bağlı hər hansısa bir problem olsun və ya müəyyən qəzalardan, maneələrdən yayma olsun. Bu məcburi dayanmadır ki, dayanma durmanın qadağan olunduğu yerdə avtomobili məcburi dayandırdıqda heç bir cərimə tətbiq olunmur. Yəni artıq bu zamanda biz digər yol hərəkət iştirakçılarına nə vasitəsilə bildirə bilirik ki, biz məcburi dayanmışıq. Ya qəza dayanma siqnalıdır, işləmirsə, əgər düşüb gedib avtomobildən ən az 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıyıq.
Bizim də bu yerlərdə cərimə tətbiq olunma, yəni bizə də bu yerlərdə cərimə tətbiq olunması, biz qəza dayanma siqnalını hər yerdə qoşuruq. Salam verəndə, sağ ol verəndə, söyəndə, hər hansısa bir şeydə, yol verəndə, dayananda, duranda, məcbur dayananda, buna da baxan adam bilmir ki, bu salam verirdi, yoxsa məcbur dayanma əməliyyatı eləyib. Yəni ona görə məcburi dayanma zamanı qoşmalıyıq, amma biz hər yerdə qoşuruq deyə, yəni o deyir yalancının evi yanında heç kim inanmadı məsələdir, bəli. Burada da heç kim bilmir ki, artıq burada bu qəza dayanma siqnalını həqiqətən də məcburi dayandığına görə qoşub, yoxsa elə kefindən qoşub. O da eləçilədir. Salamlayıram hər ikinizi. Mənim sualım bundan ibarət ki, bu Asparkingi proqramı nə vaxt işləyəcək? Bazar günü deyirlər ki, proqramı açıq qoymalısan ki, cərimə yazılmasın. Bu nəyə əsaslanır, heç özləri də bilmir. Sonra saxlayırsan parking yerində parkingi istifadə eləyənə qədər bəlkə bir 15 dənə prosedur keçirsən. Bu da heç. Yəni orada problemi oldu ki, sən saxlayıb bax hələ nömrəni tapınca eləyincə sразу ya maşına keçikratan şəkli çəkir, ya Asparking işçisi gəlir dərhal şəkli çəkir. Bu Asparkingin başlıcağı mənfilikdir, amma əsas mənfiliklərini sayıram da. Bir də ki, məsələn, bir küçənin uzunluğu tutaq ki, 1 kilometrdir. Bir yerdə saxlayırsan, həmin küçə, eyni küçədə 4 dəqiqə, 5 dəqiqə işi görürsən, bağlıysan, təzədən gəlsən, 500 metrə qabada biri salırsansa, həmin yerdə 15 dəqiqə vermir. Dərhal pullu istəyir. Bu nə dərəcədə məntiqlidir? Maraqlı sualdır. Ümumiyyətlə, parklama yerlərində biz 15 dəqiqə müddətində ödəniş etmədən parklaya bilərik. Ödənişli parklama yerində. Sadəcə, əvvəl, yəni Asparkingin indi sistemi yox idi, yəni SMS vasitəsilə göndərmirdik deyə. Əvvəl parklayırdıq, 15 dəqiqə müddətində, yəni az bir müddət keçərsə, oranı tərk eləyə bilərdik. Yəni heç kim də bizə cərimə tətbiq eləyə bilmirdi. Amma indi ödənişli parklama yerlərində avtomobili gəldik, parkladıqsa, bu müddəti başlatmalıyıq. Orada bir nüans var da, səhv eləmirəmsə. Göndəririk, əgər 15 dəqiqədən azdırsa, çıxmır axı pul. Hətta 15 dəqiqə müddətində ödənişsiz parklaya bilərik. Yəni SMS-i göndərdik, başlatdıq. Ondan sonra artıq oranı 15 dəqiqə ərzində tərk eləmək istəyirəmsə, son yazıb göndəririk. Artıq bu da birinci SMS-lə ikinci SMS-in vaxtına baxılır ki, parklama müddətinin başlanması və bitməsi arasında 15 dəqiqədən artıq vaxt keçməyib. Artıq bizdən ödəniş tələb olunmur. Yəni ödəniş tutulmur. Amma biz parklayaq özümüz keyfimiz istədiyimiz kimi 15 dəqiqə müddətində, yəni 15 dəqiqədən artıq olarsa oranı tərk eləyək, sonra gedək, yəni dalaşaq, hər hansısa bir şey eləyək ki, bizə cərimə tətbiq olundu. Əlbəttə olunmalıdır, sən müddəti başlatmamalısan. Yəni orada da elə bir çətin bir proses yoxdur. Sadəcə SMS-i göndəririk, parklama yerinin kodunun əsasında. SMS-i göndərdik, başlatdıq. O proqram mənə maraqlıdır. Bu proqram məsələsi deyir açıq qoymalısan. Necə açıq qoymalısan? Açıq qoymalısan deyəndə, yəni bu yəqin ki, müddəti başlatmağı deyir. Yəni proqramı sadəcə parkladınsa müddəti başlatmalısan. Bayaq da bildirdim. Əgər dayanma əməliyyatı eləyiriksə, yəni sərnişin mindirib düşürdüb, yükləyib boşaltma əməliyyatı eləyiriksə, müddəti başlatmağımıza ehtiyac yoxdur. Çünki parklama durma əməliyyatıdır. Yəni parklama yerlərində durmadır. Bu dayanma əməliyyatı eləsəniz başlatmaq lazım deyil. Sərnişini mindirin, düşürdün, yükləyin, boşaldın, ondan sonra hərəkətinizi davam etdirin, gedin. Amma durma əməliyyatı eləsəm, həmin müddəti başlatmalıyam, SMS-i göndərməliyəm. Yaxşı, mənə hətta maraqlıdır. Hətta qanunvericilikdə hətta belə bir sual yazdılar bizə indi canlıdan ki, deyir mənə elə gəlir ki, moto və skuter sürmək üçün mütləq kurs və minimal imtahan olmalıdır. Çünki hamı götürüb sürür, amma qaydaları bilmirlər. Minimal imtahan olmasa belə, biz bunu bir dəfə də yadımdadır bildirdim ki, səhv eləmirəmsə mikromobillik mövzusunda danışırdıq. Bəli. Orada dedim ki, heç olmasa, yox, kimlənsə danışırdınız, mən səhv eləmirəmsə SMS göndərmişdim. Bəli, siz göndərmişsiniz. Yəni orada bildirdim ki, əgər biz kiçik elektrik nəqliyyat vasitəsinin operatoruyuqsa, yəni operator onu idarə edən şəxs deyil. Operator sadəcə onu icarəyə verən şəxsdir. Bəli. Onu icarəyə verməmişdən qabaq, bunun heç olmasa bir kağızda mı, ya hər hansısa bir şeydə bunların vəzifə və hüquqları yazılmış bir hissəni onlara bildiririk.
onları heç olmasa yəni hər hansısa bir qaydanı, digər vəzifə və borclarını, yəni və onlara dair tələbləri, onlara artıq başa salırıq. Ondan sonra bunu icarəyə verən olan şəxs, yəni operator digər şəxslərə, yəni onların sürücülərinə onu təqdim edə bilər. Amma yox, bunlara elə kim gəldi, yaşına baxmadan, bayaq da bildirim, yük daşınmasıdır, sərnişin daşınmasıdır. Bir skuterdə baxırsan ki, 3 nəfər oturub gedirlər. Oturub yəni ayaqüstə gedirlər. Hara gedirlər bilmirlər, o Titanikdəki kimi. Yəni bu qayda pozuntusudur. Yəni buna icazə verilmir. Rövşən yazıb ki, deyir ay Əli müəllim, neçə dəfə görmüşəm ki, delivery motosikletçiləri işıqforu saymır, deyirlər ki, tələskənlikdir. Vaxtında çatdırmalıyam. Amma can onlara da bizə də bir dəfə verilir axı. Bəli, düzdür. Deməli, mən video göndərmişdim. Əli, həmin videoda orada velosipedçilərin yanbayan getməsi bir qayda pozuntusuydu. Getdik Naxçıvanskidə svetofor var da, yəni birinci Bəli. Həmin svetoforda da qırmızı rəngli siqnal yanırdı. Həmin siqnalda bunlar hərəkətini davam etdirdilər, getdilər. Heç yəni nə sürət azaltdılar, nə sağa sola baxdılar. Birbaşa davam edib getdilər. Yəni o qırmızı ümumiyyətlə yol patrul əməkdaşlarına mən buradan da müraciət edib xahiş edirəm ki, digər sürücülər, yəni avtomobil arxasında oturan sürücülər necə ki qayda əsasında, qayda pozuntusu əsasında biz cərimələrini tətbiq eləyiriksə, eyni qaydada skuter, velosiped və digər moto sürücülərinə də eyni cərimələr tətbiq olunsun. Çünki onlar qayda pozmaqdan çəkinmirsə, digər yol hərəkət iştirakçılarını da riskə atır. Hansı ki avtomobillər olsun, digər piyadalar olsun. Yəni burada da onlar çəkinmirlərsə cərimə yazmaqda çəkinməyə ehtiyac yoxdur. Bəli, çəkinmirlərsə, yəni qayda pozmadan çəkinmirlərsə, onlar da cərimə yazmaqdan çəkinməyə ehtiyac yoxdur. Salam Əli bəy, fikrimcə motosikletlər üçün ayrıca zolaq da olmalıdır, çünki həm bizi, həm də özlərini onlar riskə atırlar. Nöqtələrdir yazan. Ümumiyyətlə kiçik elektrik nəqliyyat vasitələri velosiped zolağı olduğu halda onun yanındakı zolaqla hərəkət etməməlidir. Əgər velosiped zolağı yoxdursa, onlar üçün nəzərdə tutulan zolaq yoxdursa, onların səkidə hərəkət etməyinə icazə verilmir. Səki piyada üçündür. Onlar da piyada sayılmır. Onda yolun hərəkət hissəsinin sağ kənarı ilə bir-birinin ardınca bir cərgə ilə hərəkətini davam etdirib gedə bilərlər. Hər vaxtınız xeyir olsun Əli müəllim, qonağı da salamlayıram. Hər vaxtınız xeyir olsun Hüseyn bəy. Mən bu haqda yazmışdım bir dəfə. Yenidən təkrarlamaq istəyirdim. Bu aeroport yolunda da və yaxud başqa bir prospektlərdə də, istəyir Moskva prospekti olsun, ya Bunyadov olsun. Orada da zolaqlar olsa, yəni sırf o zolağa avtobus zolağı var da orada. Yəni həmin zolağa ya motosiklet və yaxud da velosiped, skuter bunlar da girə bilsə yaxşı olardı. Çünki yəni belə çox çətindir. Yəni belə aralarla mən motosiklet sürmürəm, amma bilirəm ki, onlara da çətindir. Çox sağ olun Hüseyn bəy. Hüseyn müəllim buyurun. Avtobus zolağında onsuz da, yəni iki təkərli nəqliyyat vasitələridir, skuterlərdir, velosipedçilərdə onlar avtobus zolağında hərəkət edə bilərlər. Yəni bunların icazəsi var. Cərimə yoxdur onlara görə. Yəni motoskuter skuterlər olsun, velosipedçilər olsun. Yəni düzdür, ümumi istifadəli nəqliyyat vasitələrini, yəni avtobuslara maneçilik törətməmək şərti ilə hərəkət edə bilərlər. Söhbət 50 kubdan aşağıdan gedir, yoxsa misal üçün fərq eləmir. Yəni 50 kubdan aşağı olsun, yuxarı 150 kublu bir belə deyim də nəqliyyat vasitəsidir, amma onun hərəkət edə bilər. Axı onlara avtobus zolağına girməyə görə iki təkərli yan qoşqusuz nəqliyyat vasitələrinin avtobus zolağında hərəkətinə heç bir qadağa yoxdur. Yəni onlar avtobus zolağında hərəkət edə bilərlər. Bunların icazəsi var. İcazəsi var onların. Çünki mən elə bilirdim ki, aşağı 50 kubdan aşağı olanlara da, 50 kubdan yuxarı olanlar ora girsələr cərimə olunurlar. Avtobus zolağında da bu yazılıb ki, yəni qeyd etdiyim iki təkərli yan qoşqusuz motosikletlərdir, kiçik elektrikli nəqliyyat vasitələri, velosipedlər istisna olmaqla digər nəqliyyat vasitələri avtobus zolağından cəmi iki məqsədlə istifadə edə bilər. Yəni bir o zolağa girib sağa dönmə məqsədi ilə, bir də həmin zolağa girib ümumi istifadəli nəqliyyat vasitələrinə maneçilik törətməmək şərti ilə. Hətta qırıq xətt tərəfdən ayrılıbsa, sərnişin mindirib düşürdə bilər. Amma nə yükləyib boşaltma, nə durma əməliyyatı buna icazə verilmir. Əlavə olaraq qaydalar əsasında da avtobus zolağında məcburi dayana bilərik. Sağa dönmə əməliyyatı zamanı birinci avtobus zolağına daxil olub sonra digər zolaqlara keçid eləyə bilərik. Yəni buna icazə var. Əli müəllim, motosikletlərin səs-küy problemi də var. Gecə saat 1-2-də elə sürürlər ki, bina ayağa qalxır. Bunun bir normativi varmı? Ümumiyyətlə bu konstruksiyadan asılı olan bir şeydir, amma əlavə olaraq müəyyən qurğular, cihazlar var ki, onlara səs boğucular var ki, quraşdırılması artıq yəni dövlət standartlarının icazə verdiyi müəyyən meyarlar var ki, o əsasda quraşdırmağa icazə var. Amma yox, özündən yəni gedib
o hansı ki qazançanı deşdirib müəyyən hər hansısa bir hərəkətlər eləyib o üstündə və ağlımıza gəlməyən indi müəyyən hissələr Bəli, var. bəli, bəli. Onu eləmək artıq qayda pozuntusudur. Yəni bu istismara qadağa Yəni normalda səs-küy çünki 1-2-də böyük səs verib qaz verməyin bir mənası yoxdur da, bilmirəm. Motosiklet olsa belə Mənası yoxdur, hər amma şey qoyuram elə qırağa, yəni sürücülər var ki, insaniyyətlikdən yəni- söhbət gedir də. sürücü var ki, ona xoş gəlir də, yəni onu eləmək. Gecə Amma saat 2-də. bəli, halın dinçliyini pozmaq olmaz. Və mən skuter sürürdüm, 2 dəfə qəza vəziyyəti yaşamışam. Səbəbi də avtomobillər yox, elə digər Skuter. moped sürücülərinin məsuliyyətsizliyi olub. Yəni, bayaq dedim də, Yəni onlar- bir-birlərini yol verməmək, bir-birlərini anlaşa bilməməsi. bəli. Çünki əslində bu normal olan bir şeydir. Nəyə görə? Nəzərə alsaq ki, bizim avtomobil sürücüləri bir-birlərinə uzlaşa bilmirlər. Normal şəkildə manevr hərəkəti yolunda davam edə bilmirlər. Nəyə ki, Piyadalar bir-birinə yola getmirlər. qaldı ki, moped sürücüləri olsun. Minnətdaram Səid müəllim, təşəkkür Təşəkkür edirəm. edirəm. Var olasınız. Xeyrə Xeyrə qarşı və əziz dinləyicilərimiz və izləyicilərimiz, hər birinizə minnətdaram. Səs göndərən, yazan, fikirlərini bildirən, canlıda və avtomobildə, radioda, işdə bizi dinləyən hər kəsə təşəkkür edirəm ki, belə aktiv şəkildə bizim verilişimizdə iştirak elədiniz və son olaraq ancaq bunu bildirə bilərəm. Özünüzdən müğayət olun, çalışın. Yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Salamat qalın.